Salam uşaqlar, bugün biz sizinlə tam ədədlər mövzusuna dair bir sıra məsələ və misallar həll edəcəyik. Hazırsınızsa, gəlin başlayaq. Dərsdə öyrənəcəyik. Məsələ və misallar, tam ədədlər, tapşırıqlar. Məsələ və misallar. Verilən ədədlərə əsasən suallara cavab verin. Gəlin əvvəlcə suallara cavab vermədən öncə verilmiş ədədləri artan sırayla yazaq. Bu zaman yazacağım -18, -15, sonra -10, -9, -6, -1, 0, 5 və 21. İndi isə suallara cavab verək. A bəndi. Ən böyük mənfi ədəd hansıdır? Ən böyük mənfi ədəd mənfi ədədlər içərisində ən sağda yerləşən ədəddir. Göründüyü kimi bu ədəd -1-dir. Yazacağım -1. B bəndi ən kiçik ədəd hansıdır? Ən kiçik ədəd ən solda yerləşən ədəd olduğu üçün deyə bilərəm ki, bu sıradakı ən kiçik ədəd -18-dir. C bəndi ən böyük ədədlə ən kiçik ədədin fərqi neçəyə bərabərdir? Göründüyü kimi ən böyük ədəd 21, ən kiçik ədəd isə -18-dir. Bu fərqi yazacağım. 21 çıxılsın -18. Çıxılan -18-dir, onun əksi müsbət 18 olacaq. Onda yaza bilərəm ki, 21 üstəgəl 18 bərabərdir 39. Deməli, ən böyük ədədlə ən kiçik ədədin fərqi 39-a bərabərdir. D bəndi, ən böyük mənfi və ən kiçik müsbət ədədin cəmi neçəyə bərabərdir? Bu sıradan gördüyümüz kimi, ən böyük mənfi ədəd -1, yazacağım -1, ən kiçik müsbət ədəd isə 5-dir. Onda bu cəmi -1 üstəgəl 5 şəklində yaza bilərəm. Və bu cəm bərabər olacaq 4-ə. Deməli, ən böyük mənfi və ən kiçik müsbət ədədin cəmi 4-ə bərabərdir. Sıralayın. Artan sırayla. Artan sırayla yazmaq o deməkdir ki, bu ədədləri kiçikdən böyüyə doğru sıralamalıyım. Gəlin yazaq. Ən kiçik ədəd -11, sonra -8, -2, 2 və 5. -140, -201, 200, -105, 110. Bu ədədləri də artan sırayla yazaq. Ədədlər içərisində ən kiçiyi -201-dir. Yazacağım. -201, sonra -140, sonra -105, sonra 110 və sonda ən böyük ədəd 200. İndi isə verilmiş ədədləri azalan sırayla yazaq. Yəni, ən böyükdən ən kiçiyə doğru. Göründüyü kimi bu sıradakı ən böyük ədəd 28-dir. Yazacağım. 28, sonra -4, sonra -5, -21, ən kiçik ədəd isə -32. Daha bir nümunəyə baxaq. -40, 28, 30, -50, -115. Bu ədədləri də azalan sırayla düzək. Ən böyük ədəd 30-dur. Yazacağım 30, sonra 28, -40, -50 və sonda ən kiçik ədəd, yəni -115. Deməli, biz burada birinci halda verilmiş ədədləri artan sırayla, sonra isə azalan sırayla yazdıq. Təsvir olunmuş koordinat oxunda A nöqtəsinin ala biləcəyi ən kiçik koordinat ilə B nöqtəsinin ala biləcəyi ən böyük koordinatın fərqini və cəmini tapın. Gəlin əvvəlcə A və B nöqtələrinin hər birinin ala biləcəyi qiymətlərə nəzər yetirək. Ədəd oxundan göründüyü kimi A nöqtəsi -8 ilə -12-nin arasında yerləşir. Deməli, A nöqtəsinin koordinatı -9, -10 və -11 ola bilər. B
B nöqtəsinin koordinatı isə 4 və 8 aralığında yerləşdiyi üçün 5, 6 və 7 ola bilər. İndi isə A nöqtəsinin ala biləcəyi ən kiçik koordinat ilə B nöqtəsinin ala biləcəyi ən böyük koordinatın həm fərqini, həm də cəmini tapaq. A nöqtəsinin ala biləcəyi ən kiçik koordinat göründüyü kimi -11, B nöqtəsinin ala biləcəyi ən böyük koordinat isə 7-dir. Bu koordinatların əvvəlcə fərqini tapaq. Bu bərabərdir -11 üstəgəl -7 bərabərdir -18. Deməli, bu koordinatların fərqi -18-ə bərabərdir. Gəlin cəmi də tapaq. Onu da yazacağım. -11 üstəgəl 7 bərabərdir -4. Deməli, bu koordinatların cəmi isə -4-ə bərabərdir. Daha bir tapşırıq nümunəsinə nəzər yetirək. Dəyişənin verilmiş qiymətində ifadənin qiymətini tapın. A bəndi M bərabərdir 3 olduqda M çıxılsın -7 ifadəsi. Gəlin M-in verilmiş qiymətini ifadədə yerinə qoyaq. Onu da yazacağım. Bu ifadə bərabərdir 3 çıxılsın -7. Biz bunu 3 üstəgəl 7 şəklində yaza bilərik. Bu da bərabərdir 10-a. Deməli, M bərabərdir 3 olduqda M çıxılsın -7 ifadəsi 10-a bərabərdir. Keçək B bəndinə. X bərabərdir -4 olduqda 8 çıx X üstəgəl 3 ifadəsi bərabərdir 8 çıxılsın X-in yerinə -4 qoyaq üstəgəl 3 bərabərdir 8 üstəgəl 4 üstəgəl 3. 8 üstəgəl 4 12, 12 üstəgəl 3 15. Deməli, X bərabərdir -4 olduqda 8 çıxılsın X üstəgəl 3 ifadəsi 15-ə bərabər olacaq. Videoya fasilə verərək verilmiş tapşırığı həll edin. Gəlin tapşırığın həllinə birlikdə baxaq. 1-ci Roma İmperatoru Oktavian Avqust eramızdan əvvəl 63-cü ildə anadan olmuş və bizim eranın 14-cü ilində vəfat etmişdir. O, neçə yaşında vəfat etmişdir? Biz eramızdan əvvəlki illəri mənfi ədədlərlə, eramızda olan illəri isə müsbət ədədlərlə ifadə etsək, Roma İmperatorunun neçə yaşında vəfat etdiyini tapmaq üçün 14-dən -63-ü çıxarıq. Yazaram. 14 çıxılsın -63 bərabərdir 14 üstəgəl 63. Bu da bərabərdir 77. Lakin bu Roma İmperatorunun vəfat etdiyi yaş deyildir. Çünki iki era arasında 0-cı il anlayışı yoxdur. Yəni, eramızdan əvvəl 1-ci il ilə bizim eranın 1-ci il arasında cəmi 1 il fərq var. Deməli, onda biz 14 çıxılsın -63 fərqindən həmin bu 1 ili çıxmalıyıq. Onu da yazacağım. 77 çıxılsın 1 bərabərdir 76. Yəni, Roma İmperatoru 76 yaşında vəfat etmişdir. Videoya fasilə verərək verilmiş tapşırığı həll edin. Gəlin tapşırığın həllinə birlikdə baxaq. Marian çökəkliyinin dərinliyi dəniz səviyyəsindən 11.034 metr, Qara dənizin dərinliyi isə dəniz səviyyəsindən 2210 metrdir. Everest zirvəsi dəniz səviyyəsindən 8848 metr, Elbrus dağının zirvəsi isə 5642 metr yüksəklikdə yerləşir. Verilmiş obyektlərin dəniz səviyyəsindən olan hündürlük və dərinliklərini tam ədədlərlə ifadə edin və onları kiçikdən böyüyə doğru düzün. Biz artıq sizinlə öyrəndik ki, dəniz səviyyəsindən olan hündürlüklər müsbət ədədlərlə, dərinliklər isə mənfi ədədlərlə ifadə olunur. Onda biz Marian çökəkliyinin dərinliyini ifadə edən ədədin mənfi 11034 olduğunu deyə bilərik. Gəlin yazaq. Mənfi 11034. Onda Qara dənizin dərinliyini ifadə edən ədəd mənfi 2210 olacaq. Sonra Elbrus dağının hündürlüyünü ifadə edən ədədi yazaq. Bu müsbət 5642
Everest zirvəsinin hündürlüyünü ifadə edən ədəd isə 8848 olacaq. Göründüyü kimi biz bu ədədləri kiçikdən böyüyə doğru düzdük. Elbrus dağının zirvəsi ilə Everest zirvəsi arasındakı hündürlük fərqi nə qədərdir? Bu zirvələr arasında olan hündürlük fərqini tapmaq üçün onların hündürlüklərini ifadə edən ədədlərin fərqinin modulunu tapmalıyıq. Yəni, modulda Elbrus dağının zirvəsini ifadə edən ədəd 5642, Everest zirvəsinki isə 8848 idi. Çıxılsın 8848. Bu da bərabərdir. Modulda -3206, bu isə bərabərdir müsbət 3206. Yəni, Elbrus dağının zirvəsi ilə Everest zirvəsi arasındakı hündürlük fərqi 3206 metrə bərabərdir. Marian çökəkliyinin dərinliyi ilə Qara dənizin dərinliyi arasındakı səviyyə fərqi nə qədərdir? Biz yenə də bu dərinliklər arasındakı səviyyə fərqini tapmaq üçün onları ifadə edən ədədlərin fərqinin modulunu tapacağıq. Gəlin yazaq. Modul işarəsi daxilində -11034 çıxılsın -2210. Bu da bərabərdir. Modul işarəsi daxilində -8824. Bu isə bərabərdir müsbət 8824. Yəni, Marian çökəkliyinin dərinliyi ilə Qara dənizin dərinliyi arasındakı səviyyə fərqi 8824 metrə bərabərdir. Əziz şagirdlər, bugün biz sizinlə tam ədədlər mövzusuna dair bir sıra məsələ və misal nümunələrinə baxdıq və tapşırıqlar həll etdik. Bir sonraki dərsdə görüşərik. Sağ olun.